Əlbəttə ki, həm biz yazıçılar üçün, həm ümumiyyətlə bütün azərbaycanlılar üçün ən vacib məqamlardan biridir ki, uşaqların, yeniyetmələrin ədəbiyyata olan həvəsini artırmaq. Müəyyən səbəblər var ki, gadgetlər, smartfonlar, telefonlar bilirik ki, uşaqlar bunlardan daha çox istifadə edir və bu da əlbəttə ki, kitaba olan marağı azaldır. Amma buna baxmayaraq mən deyərdim ki, xüsusilə son illərdə Azərbaycanda uşaq ədəbiyyatına böyük həvəs var, böyük inkişaf var. Bu onunla əlaqələndirərdim ki, Azərbaycanda müxtəlif hətta beynəlxalq, həm yerli tədbirlərin keçirilməsi, sərgilərin keçirilməsi, kitab sərgilərinin keçirilməsi buna böyük əhəmiyyət verir. Çünki burada uşaqlar həm yazıçılarla görüşürlər, onlarla ünsiyyət qururlar, müxtəlif kitabları görürlər. Burada həm Azərbaycan kitabları var, yerli müəlliflər var, həm xarici ədəbiyyat var, Azərbaycan dilinə çevrilmiş ədəbiyyatlar var. Yəni onlarla tanış olduqca uşaqlar əlbəttə ki, ədəbiyyata həvəs də daha çox artır. Mənim bir silsilə, seriya kitabım var, Əjdaha Qardaşları adlanır. Bu, sırf macəra janrında yazılmış əsərdir. Uşaqlar üçün, yeniyetmələr üçündür və mən çox şadam ki, müəllif kimi ki, o uşaqlar arasında çox sevilir, bir də belə deyək, bestsellerdir. Artıq 4-cü dəfə nəşr olunub. Mənim üçün böyük, əlbəttə, nailiyyətdir və artıq o kitabın ikinci hissəsi çıxıb və artıq üçüncü hissəsinə hazırlanır. Və mən fikirləşirəm ki, bu da deməli belə çıxır ki, uşaqlar oxuyurlar, maraq var, bu da əlbəttə məni həvəsləndirir. Növbəti kitablarım həm süni intellektlə bağlı, robotlarla bağlı bir kitab həm müəlliflə bir yerdə çalışırıq, üzərində çalışırıq. Mənim kitablarım Azərbaycan bazarındadır, Azərbaycan dilindədir, amma bizim bir layihəmiz vardı Azərbaycan Hava Yolları ilə birlikdə və o kitab iki dildə nəşr olunub, həm Azərbaycan dilində, həm ingilis dilində. Arzulardakı Mavi Təyyarə kitabı və burada bir belə deyək, kampaniya kimidir və o uşaqlara hədiyyə olunur, o satılmır, o kitab hədiyyə olunur ki, xüsusən xarici ölkələrə gedən sərnişinlərə və bu da əlbəttə ki, bir təkandır ki, xarici dilini bilənlər də, ingilis dilini bilənlər də bu kitabı alıb oxuya bilərlər. Orada həm beynəlxalq aviasiya tarixinə aid məsələlərlə yanaşı Azərbaycanın tarixinə də, Azərbaycanın mədəniyyətinə də aid olan maraqlı faktlar var.